Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 115 mənzil verilib. Mənzillər Bakı və Naftalan şəhərlərində Abşeron, Sabirabad, Oğuz, Qax, Lənkəran, Astara, Zərdab, Ağcabədi, Göyçay, Ağdaş, Qazax, Yevlax və Kürdəmir rayonlarında yeni yaşayış binalarından təqdim edilib. Bakıda 4 saylı Dost mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev həssas əhali qruplarına aid vətəndaşlarla bağlı həyata keçirilən sosial müdafiə tədbirlərini diqqətə çatdırıb. 115 mənzil öz sahiblərinə Nazirlik tərəfindən təqdim edilib. Digər mühüm bir proqramların biri də yaralı hərbiçilərimiz avtomobillərlə təmin olunmasıdır. Böyük fəxr hissi ilə qeyd etmək istərdim ki, bugünə artıq növbədə olan bütün hərbiçilərimiz, yaralı hərbiçilərimiz və bu nəqliyyat vasitəsində ehtiyacı olan hərbiçilərimiz avtomobillərlə təmin edilir. Yeni mənzillərlə təmin olunan şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən xüsusi diqqət və qayğıya bugün bayram ərəfəsində yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildiriblər. 2021-ci ilin 2-ci ildən mənzil növbəsinə durmuşam. Bu gün bizi mənzillə təmin edilər. Bayramımıza 2 qat bayram qatdılar. Buna ilə əlaqədar Cənab Prezidentimizə təşəkkürümü, minnətdarlığımı bildirirəm. Həmçinin burada mənimlə bərabər mənzil alan şəxsləri, qaziləri və şəhid ailələri gözləri aydın olsun. Yəni, təbrik edirəm, can sağlığına otursunlar, minnətdarım. Sabah bizim Azərbaycanın həmrəylik günüdür. Azərbaycan bütövlüyü uğrunda şəhid olmuş, Azərbaycanın torpaqları uğrunda şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bütün şəhid ailələrinə səbir dözüm versin. Başqa şəhid ailələri olmaqla bütün şəhidlərimizin bütün anaları, yəni bütün dövlətimizi, başda ali baş komandamız olmaqla hamını bayram günü ilə təbrik edirəm. Allah heç bir vaxt dövlətimizə yəni müharibə göstərməsin bundan sonra. Qeyd edək ki, post-müharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7000-dən çox, ümumilikdə ötən dövrdə 16000-ədək mənzil və fərdi ev təqdim olunub. Eyni zamanda qeyd edilən dövrdə həmin kateqoriyaya aid şəxslərin müavinət və təqaüdləri də orta hesabla 2 dəfədən çox artırılıb. Zeynəb Müzəffərli, Hüseyn Bağırov, Real.